Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Ama ba'du. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Bu günləri Allah'ın izniyle, gücü ve kuvvetiyle oldukça mühim olan bir meseləni inşallah ki sizlerle bölüşmək istəyirəm, müzakirə etmək istəyirəm. Siz də görəcəksiniz ki Allah'ın izniyle mesele olduqca ciddi meselelerden imiş. Hansı ki her bir Müslümanın üzerine vacibdir ki bunu eşittikten sonra əməl etsin. Uca Rabbimiz öz kərim olan kitabında qadınlarla bağlı sura nazil edib. Suratun Nisa, Nisa surası. Həmin o suranın səhv eləməmsə əmr edərək buyurur ki: "Və aşiruhunna bil ma'ruf." Və aşiruhunna bil ma'ruf. Onlarla gözəl raftar edin. Yəni qadınlarla. İlk bilmək lazımı olan, yəni bilməyimiz vacib olan məsələlərdən birincisi budur ki, yəni bu Allah'ın əmridir. Digər əmrlər olduğu kimi bu da Allah'ın əmridir. İnşallah ki bu ayətin ətrafında danışacağım və onlarla gözəl raftar etmək nə deməkdir? Və Allah Subhanahu teala orada nəyi bizdən tələb edir daha doğrusu? Allah'ın muradı nədir? Subhanahu və Teala. Birinci məsələ, sizlər də mənimlə bərabər sayaq onları. Allah Subhanahu teala buyurur ki, onlarla gözəl raftar edin. Dedi ki, bu əmrdir. Düzdür? Nə cür ki, digər əmirlər var Quran-ı Kərimdə. Yəni Allah Subhanahu teala ibadətləri bizə əmr edir, belə deyilmi? İstərsə namaz olsun, oruc olsun, zəkat olsun, həcc olsun, İslamın ərkanları və digər əhkamlar. Soruşulsaq ki, niyə görə namaz qılırsınız? Niyə görə oruç tutursunuz? Cavab olaraq hamımız bir ağızdan nə deyəcək? Allah əmr edir, belə deyilmi? Yaxşı, Allah əmr edibsə, Subhanahu teala digər ibadətləri, bunu da Allah əmr edir, belə deyil. Allah Subhanahu teala buyurur ki: "Əfətu'minunə bi ba'dil kitabi və təkfurunə bi ba'd." Allah korusun. Siz kitabın bir qisminə iman edib digər qismini inkar mı edirsiniz? Kitabın bir qismini yəni iman edib digər qismini inkar edirsiniz. Allah bu haldan qorusun bizi. Deməli, birinci məsələ nə idi? Bu Allah'ın əmridir. Digər əmrlər olduğu kimi bu da Allah'tan, Subhanahu teala'dan əmrdir. İkinci məsələ, ma'ruf, yəni bir mənada onlarla gözəl şəkildə raftar etmək odur ki, necə ki elm əhli bu ayətin təfsirində buyururlar, rahiməhumullah. Deyirlər ki, yəni kişi nə cür nə istəyirsə ki, yoldaşından yəni tələb edir yoldaşının ona qarşı qayğıkeş olmağını, qadın da eyni ilə nədir? İstəyir ki, yoldaşı ona qarşı qayğıkeş olsun. Fikrimi çatdıra bilirəm. Yəni, bizlərdən birimiz, üzr istəyirəm ağsaqqallardan, evimizə daxil olanda istəyirik ki, yoldaşlarımız bizə qarşı gözəl sözlər söyləsin, düzdür? Yəni, bizimlə maraqlansın, qayğımıza qalsın, hara getmişdi, necə oldu, necə keçirdin gününü. Biz də bunun müqabilində nədir? Qadınlar da bizdən bunu gözləyir. Sizə min ma'ruf buymuş ki, onlarla gözəl raftar edin. Biz də onlardan nədir? Onlar bizdən maraqlandığım, yəni onlar bizdən, özür istəyirəm, biz onlardan gözləyirik ki, onlar bizimlə maraqlansın. Onlar da bizdən gözləyir ki, biz onlarla maraqlanaq. Yəni, sən necə keçirdin gününü, uşaqlar səni incitdi mi? Bu kimi suallar. Yəni, xoş kəlmələr bir mənada. Bilirsiniz, qadınlar bu şeyləri gözləyirlər, həssasdırlar. Hamımızın, Allah valideynlərimizi qorusun, dünyalarını dəyişənlər Allah rəhmət eləsin. Analarımız var, bacılarımız var, yoldaşlarımız var. Yəni, bu təbii bir haldır. Təbii bir haldır. Bu haqda inşallah ki danışacağım. Düzdür, bu bizdə biraz formalaşmayıb. Bu məsələ bizdə biraz hələ də oturmayıb yerinə. O da bizim şərii elmimizin azlığındandır. Siz deməyin, barakallahu fikum, biraz öncə dediyim kimi, qadınlar da bizdən gözləyir ki, biz onlarla nədir? Gözəl raftar edirik. Yəni, müqabilində biz gözlədiyimiz kimi, onlar da bizdən bunu gözləyirlər. Sonra, məruf odur ki, yəni onlarla gözəl raftar etmək, biz kişilər onlara dinlərini öyrətməyimiz. Yəni, biz onlara İslam dinini öyrətməliyik. Biz onlara tövhidi öyrətməliyik. Biz onlara Muhammedin sallallahu aleyhi ve sellemin sünnəsini öyrətməliyik. Başı salmalıyıq. Deməliyik ki, bizim yaradılış qayəmiz budur. Biz bundan ötəri yaradılmışıq. Həmin o qadın da nədir? Evlərdə öz uşaqlarına, yəni evlatlara nədir? Bunu öyrətməlidir. Şübhəsiz ki, qadın görəndə ki, kişi onunla maraqlanır, qadında da, belə deyək də, həvəs oyanır.
Amma ki, Allah qorusun, günlərlə, həftələrlə, aylarla evdə dini söhbətlər olunmur, tövhid xatırlanılmır. Hansı ki, biz bunun üçün yaradılmışıq. Yaradılış qayəmiz budur. Necə ki, Rəbbimiz neçə ayətlərdə xəbər verir. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ Məşhur ayətlərdən hamımızın bildiyiniz, mən insanları və cinləri, Rəbbimiz buyurur ki, mənə ibadət etmək üçün xəlq etmişəm. Onlara xəlq olunmaqlarını xatırlatmaq. Bilirsiniz, qadınlar zəifdir. Qadınlar kişilər kimi deyirlər. Bizlərdən birimiz bir neçə namazı məscidlərdə qılmayanda zəiflik gəlir, elə deyil mi? İnsanın imanı zəifləyir. Fikirləşsən ki, bir dənə cəmaat namazı qılsaydım, biraz imanım güclənər. Siz düşünün ki, illər boyu qadınlar nədir? Yəni evlərində keçirirlər. Namazları evlərində qılırlar. Yəni o məxluqların, belə deyək də, onlar zəif məxluqlar. Onların həmişə nəyə ehtiyacı var? Xatırlamaya. Deməli, barakallahu fikum, bizim üzərimizə düşən nə idi? Biz qadınlarımızı örgətməliyik. Ən birisi tövhidi, sonra onlara Allahın Nəbisinin sallallahu aleyhi ve sellemin sünnəsini, hətta ailədə nə olsun? Xeyir, bərəkət olsun. Dedi ki, maruf bütün məsələlərdə biz onlara yaxşılıq etməliyik. Bütün sahələrdə. Qadınlar bizdə nəyi gözləyirlər? Kişilərdən yaxşılığı gözləyirlər. Bunu Allah subhanahu wa ta'ala əmr edir. Bu bizim özümüzün istəyimizə bağlı deyil. Yəni, mən istəyərəmsə bu cürün olaram, istəyərəmsə bu cürün olum, elə deyil. Yəni, Allahın əmri var, subhanahu wa ta'ala. Şeyx Abdurazaq, həfizəhullah, bilirsiniz, Şeyx Abdurazaq böyük alimlərdən olan birinin oğludur. Özü də alim dərəcəsindədir, Allah qorusun şeyxləri, alimləri. Şeyx Abdurazaq danışır ki, günlərin bir günü dostlarımdan biri mənə başına gələn bir hadisəni danışıb. Şeyx Abdurazaqın dostu, Şeyx Abdurazaq danışıb ki, bir günləri gördüm ki, yoldaşım həddindən artıq yorulub evdə. Yəni, evladlar var imiş, ev işləri, evladlara baxmaq və s. Dedim ki, yoldaşıma, bir gün ittifaq eləyək, yəni, ev günüm olsun, işə getməyən günüm olsun, ev işlərini mən görəcəm. Yəni, səhərdən axşama kimi, sübh namazından, işə namazına kimi, sənin gördüyün işlərin hamısını mən görəcəm. Sən əlvi, belə deyək də, təbirdə olsa, əlvi ağdan qaraya vurma. Evdə yemək mən pişirəcəm, ev işlərinə mən baxacam, uşaqlar evi dağırdarsa, çikləndirərsə, mən təmizləyəcəm və s. Evdə lazım olan məsələlərin hamısını. Belə də elədiydi, yoldaşıma ekram olsun deyə. Sübh namazını qıldıq deyə başladım, düz axşama kimi. Zöhr namazı, əsr namazı, subhanallah, məğrib namazı, işə namazı. Deyir ki, işə namazında deyir, şeyx danışır ki, dostum mənə danışır ki, işə namazında deyir, belə sus düşmüşdüm. Elə yorulmuşdum ki, deyir. Heç taqətim yox idi ki, deyir, hərəkət eləmək. Zarafat deyir, səhərdən axşama kimi kişi evdə o işləri görüb. Sonra deyir, subhanallah, fikirləşdim ki, bu qadınlar hər gün bu işləri görürlər. Fikir versəyiz, hər gün bu işləri bu qadınlar görürlər. İndi onlara dəyər vermək lazım yoxsa yox? Dəyər vermək lazım. Yəni, xüsusən də uşaqlar olan evdə. Uşaqlar nə qədər incidirlər anılardan, subhanallah. Xüsusən də kiçik olanda. Ora getmə, bura getmə. Yəni, anası uşaqla bərabər evdə hərəkət edir. Uşaq hara gedir, onun dalınca gedir. İşığa gedər, qaza gedər, elə deyilmi? Yəni, bu cür yorğunluğun qarşısında onlara ikram etmək, onlara gözəl sözlər söyləmək. Yəni, onlar bizdən tələb etmək ki, biz də onlarla bərabər iş görək, onlarla bərabər evi təmizləyək. Onlara gözəl söz deyəndə əslində o yorğunluq gedir aradan. Elə deyilmi? Yəni, onlarla gözəl müamilə etdikdə, Allahın buyurduğu kimi, subhanahu wa ta'ala, bu yorğunluq aradan gedir. O yorğunluq nədir? Aradan getmiş olur. Başqa bir qıssa, İmam Albani, rahiməhullah, Allah rəhmət etsin şeyxə, bilirsiniz, İmam Albani ömrünün axır vaxtlarını İordaniyaya küsmüşdü, orada yaşayırdı. Və orada da evlər, binalar 4 mərtəbəli, 5 mərtəbəli olur. Su da orada həftədə 2 dəfə gəlir. Cümə günləri, bir də 6-cı günlər. Cümə və şənbə günləri. Buna görə də yer gəlmişkən, elhamdülillah, suyu olan, hər gün suyu gələn insanlar buna görə şükürünü artırsın gəlir. Elhamdülillah ki, bizdə elə problemlər yoxdur, Allah həmsini alar olsun. İmam Albani su gələn günlərinin birində, ya cümə günü, ya da 6-cı gün, orada da binaları, belə deyək, pləkanları yuyurlar. Üzr istəyirəm. Bizə necə deyirlər, şivabra deyirlər də. Onunla başlayıb İmam Albani rahiməhullah pilləkənləri yuya-yuya aşağı düşməyə. Binanı yuyur da, belə deyək. Yoldaşı çıxır, görür ki, şilanka açıb və yaxud su ilə vedranı tökür. Nə edir? Pilləkənləri yuyur kişi. Yoldaşı deyir ki, kişi deyir,
sən deyir, ayıbdır deyirsən, cəmaat tanıyır deyir, sən alim adamsan ya. Qonum qonşan bilir ki, sən kimsən? Keç səhəri, sən eləmə, mən özüm eləyəcəm, ver mənə şivabranı, özüm eləyəcəm. Cəmaat nə deyər? Bizdə də var da belə deyim, elə deyil mi? Cəmaat nə deyər? İmam Albani bilsin nə deyir? İmam Albani deyir ki, rahiməhullah, deyir ki, qonşunun, daha doğrusu qonşuların qadınları soruşsalar, məni görsələr, sənə desələr ki, Allah razı olsun, barakallahu fikum. Sənə desələr ki, sən necə oldu ki, icazə verdin yoldaşın pləkanları yumağa, sən də onlara de ki, sizdə İmam Albani nə deyib? Sən də onlara de ki, Muhammed sallallahu aleyhi ve sellem yoldaşlarına kömək eləyirdi. Bu qədər. Elə mənim yoldaşım da ona görə mən kömək eləyirdi. İndi düşünün, Peyğəmbər sallallahu aleyhi ve sellem neçə hədislər var. Ev işlərində yoldaşlarına kömək eləyirdi, elə deyil mi? Yəni İmam Albani bir dərs verir əslində ki, orada. Yəni mən kiməm ki? Muhammedin sallallahu aleyhi ve sellemin müqabilində, qiyasında, müqayisəsində mən kiməm ki? Muhammed sallallahu aleyhi ve sellem eləyir, mən də eləyirəm, elhamdülillah. Və yaxud dediyim kimi, barakallahu fikum, bu məsələ bizdə biraz oturuşmuyor. Bəzən bizim şərii elmimiz olmadığından dolayı biraz başqa cür baxırıq belə şeylərə. Yəni, nə deyərlər? Subhanallah. Allah mənə nə deyər? Mən insanların nə deyəni neyinirəm? Allah mənə əmr edib ki, subhanahu teala, qadınlarla yaxşı rəftar edin. Elə deyil mi? Bu Allahın əmridir, subhanahu teala. Və yaxud dediyim kimi, başqa əmrlər olduğu kimi. Muhammed sallallahu aleyhi ve sellem, salavatullah aleyhi ve sellem nədir? Öz yoldaşlarına yaxşılıqlar edir. Ona görə Allah sizə razı olsun, yaxşılıqlardan həmçinin nədir? Dedi ki, hansıydı? Onlara dinlərini öyrətmək, yaxşılıqlardan sayılır. Onlarla gözəl müamilə etmək, onlara gözəl söz söyləmək, onlara incitməmək, qayğısına qalmaq. Qadın görəndə ki, siz də bildiyiniz kimi, yenə özür istəyirəm ağsaqqallardan, qadın görəndə ki, yoldaşı ona qarşı qayğı keçdi, burada sevgi, məhəbbət ortaya gəlir, elə deyil mi? Yəni, ailə saadət içərisində olur, xoşbəxtçilik içərisində olur. Sevgi, məhəbbət deyəndə başqa şeylər yozulmaz. Yəni, bir mənada saadət baş verir. Saadət baş verir, orada elhamdülillah, ailə belə deyək də, müstəqim olur, gözəl şəkillər olur. Uşaqlara da fayda olur. Uşaqlara da fayda olur. Amma əksi olanda Allah korusun, dava qırğan söz söhbət, nə qadın kişiyə kömək eləyir, nə kişi qadına kömək eləyir. Yəni, Allah bizim hamımızı bağışlasın. Allah subhanətələ bizə nəsib eləsin. Həqiqətən, Allahın bu əmrini yerinə yetirmək. Allah subhanətələ buyurur ki, وَعَاشِرُهُنَّ بِالْمَعْرُوفِ Onlarla gözəl şəkildə raftar edin. Həm də fikirləşmək lazımdır ki, Quran-ı Kərimdə onların haqqında surə nazil olur. Fikir verirsiniz, bu elə-belə məsələ deyil. Qadınlar haqqında surə nazil olur. Heç kişilər haqqında surə nazil olur mu? Amma qadınlar haqqında surə nazil olur, düzdür? Bəzən olur ki, belə danışanda bəzi qardaşlarımız elə başa düşürlər ki, qadınları, belə deyək də, qadınların tərəfini saxlamaq, onları müdafiə etmək. Niyə də olunmaz? Allah subhanahu teala surə nazil edib onlar haqqında. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem onlar haqqında nə qədər hədislər deyib. Düzdür, kişilərin də qadınlar üzərində haqqı var. Bu başqa məsələ. Bəhsimiz o deyil də. Bəhsimiz hələlik ki, nədir? Bəhsimiz odur ki, qadınların yoldaşları üzərində olan haqları. Allahdan dilərəm ki, Allah subhanahu teala eşitdiklərimizi bizim üçün faydalı etsin. Və Allah subhanahu teala bizim hər bir əməlimizi Allah üçün edənlərdən etsin. Və burada da ixlasa fikir vermək lazımdır. Hər hansı bir işi görəndə fikirləşmək lazımdır. Bunu Allah əmr eləyib subhanahu teala. Hətta savab qazanmaq üçün. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizə öyrədib. Hətta orada belə deyək də, onsuz da bu işi görürük. Hətta bazara gedəndə belə. Gedirik 2 kilo pomidor alırıq, 1 kilo nə bilim kartoşka alırıq. Onsuz da bunu alırıq da, 2 alın ikisini də alırıq. Nə yaxşı olar ki, bizlərdən birimiz niyyətimizi düzəldək ki, sədəqə olsun ailələrimiz. Və Allahdan dilərəm ki, Allah subhanahu teala eşitdiklərimizi və aleykümselam ortala. Bizim üçün bizi ixlaslı eləsin, sözlərimizə və əməllərimizə onun razılığını qazanmaq üçün müvəffəq etsin hər bir xeyirlərə. Barakallahu fikum, əhsənallahu ileyküm, cəzakumullah xeyrə.